Kimə yaxşılıq edirsən, sənə pislik eləyəcək. Bu sənin imtahanındır. Ki, doğrudan da bu yaxşılığı o adama görə eləmirsən ki, təmənna olsun, ki, sənə qarşı düzgün olsun. Onun sənə qarşı düzgün olmağı onun özünün problemidir. Olmasa özü cavabdehdir bu iş üçün. O heç bir yerə gəlib çıxa bilməyəcək. İstədiyinə çata bilməyəcək. Ola bilər maddi nəsə səndən götürsün. 3 manat, 5 manat qabaq düşə bilər. Amma istədiyi heç bir arzuya çata bilməyəcək. Məqsədinə çatmayacaq. Quranda var, həqiqətən də zalimlər hidayət olmaz. Həqiqətən Allah zalimləri hidayət eləməz. Həqiqətən Allah kafirləri hidayət eləməz. İnnəllâhə həqiqətən Allah la yəhdi hidayət etməz. Ya qolunuz zalimin, ya qolunuz kafirin fərqi yoxdur. Niyə deyilir bu? Yəni, biz də bilirik, dedik ki, orada bilir balıqçı orada. Heç Allah kafiri hidayət eləməz. Əgər Allah kafiri hidayət eləmirsə, da onda biz niyə öldürürük biz? Zalimi hidayət eləməyəcəksə, onda düzəlmək tərəfi yoxdur. O deyil məsələ. Hidayət yəni düzgün yola yönətmək deyil burada. Burada hidayət məqsədə çatdırmaq. Yəni kafir öz məqsədinə çata bilməyəcək nəticədə. Zalim öz məqsədinə çata bilməyəcək nəticədə. Bundan gedir söhbət.